Salam uşaqlar, xoş gördük hər birinizi. Bugünkü OTK-nın blok sınağı izahı ilə tanış olacağıq. Suallarımız 11-ci sinif 3-cü qrup A variantında öz əksini tapan test tapşırıqlarıdır. Hər birinizə xoş izləmələr. 31-ci test tapşırığımıza daha doğrusu düzgün cavabı tapmaq tələb olunur bizdən. 1870-ci il kəndi islahatı ilə dövlət kəndləri torpaq mülkiyyətinə çevrildi. Bu yanlış olacaq. Belə ki, bu islahatlar dövlət kəndlərinə deyil, sahibkar kəndlərinə aid idi. 19-cu yüzilliyin 90 həm də torpaq mülkiyyətinə çevrilə bilmirlərdi, onlar bilirsiniz. 19-cu yüzilliyin 90-cı illərində Yelizavetpol və Şuşada şəhər özlü idarəsi tətbiq edildi. Bəli, bu doğru cavab olacaq. 1892-ci il şəhər islahatına aiddir bu. Nobel qardaşları şirkəti 20-ci yüzilliyin əvvəlləri deyil, 1879-cu ilə aiddir. Bakıda buruq üsulla ilk neft quyusu Balaxanı kəndlərinin məcburi əməyin ləğvindən sonra yox, əvvəl qazıldı olmalıydı. Buruq üsulu 1848-dir. Bu isə 1864-dür. Kənd cəmiyyətlərinin ictimai idarəsi haqqında əsasnamə 1865-də qəbul edilib və bu əsasnaməyə görə mülkədarların kəndlər üzərində hakimiyyəti möhkəmləndiyi yox, hüquqları əllərindən alınır. Bilirsiniz, inzibati, polis, məhkəmə hüquqları falan əllərindən alınır. Cavab oldu B variantı. 32-yə baxırıq. Amid döyüşü və dizraf döyüşünü Venn diaqramında müqayisə eləyəcəyik. Sasani Alban qoşullarının qələbəsi ilə nəticələnmişdir Amid döyüşü. Deməli, 1-ə A olmalı cavablarda. Roma İmperiyasının qoşunları hər iki döyüşdə iştirak edib. 3-ə B olmalı cavablarımızda. Artıq cavabımız tapıldı. Albaniya Kolt vilayətini itirib dizraf döyüşündə. Girdiman, Uti, Şakasiyyə Kolt vilayətləri itirmişdi. 4-cü əsrin 1-ci yarısında baş vermişdir. Bu heç birinə aiddir. Amid döyüşü 359, dizraf döyüşü isə 371-ci ildə baş vermişdir və bu 4-cü əsrin 2-ci yarısı edir. Alban hökmdarı Urnayer'in dövründə baş vermişdir. Bəli, bu da 313-371-ci illərdə hakimiyyətdə olub Urnayer və onun dövrünə təsadüf edir. Cavab budur B variantı. 33-ə baxaq. Xanlıq ləğv edildikdən sonra Mirhəsən xan Qazarlar dövlətinə sığınmışdı. Onun rəhbərlə başlamış üsyan. Baxın, Mirhəsən xan deyir, üsyan deyir. Deməli, söhbət hansı üsyandan gedir? Lənkəran üsyanından gedir, düzdürmü? Testimizin şərhində nə deyəcək? Mətndə bəhs edilən üsyandan, yəni Lənkəran üsyanından fərqli olaraq Quba üsyanının üçün xarakterik olan xüsusiyyətləri soruşur bizdən. Üsyandan sonra yasaqlı tarifin tətbiq edilməyə başlanması bu üsyandan əvvəlki hadisələrdir. Müstəmləkəçilik siyasəti əleyhinə yönəlməsi hər ikisi üçün oxşar xüsusiyyətdir. Bölgədə Rusiya tərəfindən müvəqqəti idarənin təşkili heç birinə aiddir. Bu Carbalakana aiddir. 19-cu yüzilin 30-cu illərində bu deməli hər ikisinə aid oxşar xüsusiyyətdir. Lənkəran 31-də, Quba isə 1837-də baş verib. Üstyanaq Şeyx Şamilin diqqət göstərməsi də bəli, orada bir sənə məktub falan yazmağı var ki, biz onu qeyd edə bilərik. Bu Lənkəran üsyanında yox idi belə bir xüsusiyyət. Cavab olacaq E variantı. 34-də uyğunluq gözlənilmişdir. Nisbətən sadə sualdır. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi birinci yox, ikinci ictimai əmək bölgüsüdür. Kür-Araz mədəniyyəti kimi səciyyələnir erkən Tunc dövrü. İnsanlar heyvanları əhəlləşdirməyə başlamışdır. Bəli, Mezolit dövründə. Neandertal orta paleolita aiddir. İlkin şəhər mərkəzlərində neolit yox, orta Tunc dövrünə aiddir. Yəni bu sadə sualdır. 35-ə baxaq. Osmanlı Sultanı 1-ci Muraddan fərqli olaraq İldırım Bayazid və 2-ci Mehmedi tapacağıq. İldırım Bayazid burada Bolqarıstanın Astana salınması Muradın İldırımdan fərqidir. Niqmolo döyüşü 1396-cı ildə baş vermişdir və bu döyüşdə İldırım Bayazid qalib gəlmişdir. 14-cü əsrdə hakimiyyətdə olmaları da hər ikisinə aiddir. Məsələn, İldırım Bayazid 1389-da hakimiyyətə gəlib, 14-cü əsrdir. 1-ci Muradda 1362-də hakimiyyətə gəlib, bu da 14-cü əsr edir. Deməli, 1-ə B olmalıdır. 2-ci Mehmet paytaxtı yeni şəhərə köçürmüşdürmü? Bəli, amma 1-ci Murad da köçürdüyünə görə bu oxşar xüsusiyyət hesab olunur. Murad Ədirnəyə köçürdü paytaxtı. Bəli, Ədirnəyə. Mehmet isə Konstantinopol və yaxud da İstanbul yaza biləriksə cavab kimi. Cavab oldu C variantı. Trabzona son qoyub 2-ci Mehmet doğrudur. 1461-də Akkonu dövləti deyirsə, burada biz 1472 Beyşehir və məsələn 1473 Otluqbeli və yaxud da Malatya döyüşlərini deməli nə eləmək olar? Nümunə göstərmək olar. Aydındır mı? Əla, 36-cı suala baxacağıq. 36-cı sualımızda deməli salarlərdən fərqli olaraq sazilər və rəvvadlərdən fərqli olaraq şəddadiləri soruşulur. Gəlin baxaq. Şirvanşahlar bilirsiniz ki, bu hər ikisi sazilər də, salarilər də Azərbaycanı vahid halda birləşdirirlər və bu yolda, bu istiqamətdə Şirvanşahlar dövlətini aslı və yetə salıblar.
Bu oxşar xüsusiyyətdir. Marağa şəhərini paytaxta çeviriblər. Bəli, çevirib daha doğrusu sazilər. Salarilərin bir paytaxtı olub, bu da Ərdəbil şəhəri olub. Saziləri isə deməli ilk paytaxtı ilə Marağa şəhəri olub, sonrası Ərdəbil şəhərinə köçürülüb. Yəni B fərqli xüsusiyyətdir. Xilafətin qoşunlarını məğlub etmişdir. Bəli, bu da Yusif ibn Əbu Sacın adı ilə bağlıdır ki, 917-ci ildə xilafəti məğlub eləyir. Ondan sonra isə artıq sonraki gedişdə Yusuf məğlub olur və 3 illik zindan həyatı var, həbs həyatı var ki, bunu bilirsiniz siz. Cavab oldu C variantı. Gəlin uyğunluğu yoxlayaq. Səlcuq Sultanı Toğruldan asığı qəbul etmişdir. Bu hər ikisinə aiddir. 1054-cü il oxşar xüsusiyyətdir. Alan tayfalar yürüşdə məruz qalması, bəli, bu təkcə Şəddadilərə aiddir və 1062-ci ilə təsadüf edir. Təbrizin paytaxtı çevirməsi isə Rəvvadilərin Şəddadilərdən fərqli xüsusiyyətidir. Cavab C oldu. 37-yə baxırıq. 20-ci əsrin 60-cı illərində yaradılmışdır. Və baxın, Oqtay Rəfilini görən kimi bizim artıq cavabımız tapılmış olacaq. Bu 1962-ci ildə yaradılmış Milli Azərbaycan qərargahına deməli aiddir. Bak kimi yadda saxlayın bunu. Bu da sadə sualdır. 38-ə baxaq. Hülaki Xərəm və Şirvanşah 1-ci İbrahimin fəaliyyətində ümumi cəhəti tapmaq tələb olunur bizdən. Baxın, Şeyx Üveysi tutaq ki, yəni Hülaki xan və İbrahim görməyiblər. Marağanı paytaxta çevirən Hülakidir. Şirvanşahlarda bilirsiniz, Bakı idi bu dövrdə paytaxt və hər hansı bir köçürmə söhbəti yoxdur. Qızıl Ordu dövlətə qarşı mübarizə cavabımız bu olacaq. Baxın, Tül torpaqları Səfəvlərdən başlayır. Teymurlar dövlətə qarşı mübarizə aparılması da Şirvanşah 1-ci İbrahimə aiddir. Hülaki xan Teymurları görməyib. Qızıl Ordu isə bəli, cavabımız olacaq. Hülaki xan hakimiyyətinin sonlarına yaxın 1265-də Qızıl Orduya qarşı mübarizə aparmış, onları məğlub etmiş və hücumlarını qarşısı almışdı. Şirvanşah 1-ci İbrahim isə məsələn elə 1395 Terek döyüşünü biz qeyd edə bilərik ki, Əmir Teymurun qoşunlarının tərkibində Qızıl Orduya qarşı mübarizə aparmışdı. Aydındır? Cavab oldu C variantı. 39-a baxırıq. Səfəvi Osmanlı müharibələrinə aid diqqətli olursunuz. Burada nə deyir? Yanlış bədləri tapınız deyir bizdən. 16-cı əsrin birinci yarısı 1501-dən 50-yə qədərki hadisələrdir. İkinci yarısı isə 1551-dən sonraki hadisələrə baxacağıq. Səfəvlərin Osmanlı dövləti əleyhinə Rusiya ilə müqavilə imzalaması bəli, yanlış cavabdır. Yəni bu dövrdə hər hansı bir Rusiya ilə hər hansı bir müqavilədə söhbət gedə bilməz. Bizim Rusiya ilə belə deyək, ilk elə bir müqaviləmiz, ümumi bir müqaviləmiz 2-ci Abbasın dövründə təsadüf edir. 17-ci 2-ci yarısda təsadüf edir. Səlim Təbrizi ələ keçirirmi? Bəli, 1514-də bu da cavab ola bilməyəcək. Biz bu cavablardan çıxmalıyıq və ağır cavablara gətirməliyik. Osmanlı ordusunun Buğurd qalası yaxınlığındakı məğlub edilməsi də bəli, bu da doğru cavablar içərisində olacaq. Yanlış xüsusiyyətdir. 16-cı əsrin 2-ci yarısına aiddir. Axı cavabımız tapıldı artıq. Şah Abbas 17-ci əsrin əvvəllərində Çuxurşəhər vilayətini azad edib 1604-də deyə bilərik tam olaraq. Krım xanı 1578-dir. Bu doğru fikirdir. 15-ci əsrin 2-ci yarısına aiddir. Elə Şirvan da 1578-ci ildir. Bu da 2-ci yarısına aiddir. Doğru fikirdir. Yəni cavab oldu C variantı. 40-a baxacağıq. Məntiqi arıcılığı tamamlayınız. Savalan dağı yaxınlığındakı döyüş Xəzərlərin qələbə qazanması 731-ci ildir. Xəzərlərin hücumu Hilat şəhərində dayandırıldı. Bu da təxminən 737 olaraq götürəcəyik biz. Deməli, hadisələr bundan sonraki dövrə aid olmalıdır və məntiqi arıcılığı tamamlanmalıdır. Baxın, Cavagiri görürsən, cavablardan çıxırsan. Bu 665-dədir Xəzərlərə sülh, ondan əvvəlki hadisədir. Ərəb-Xəzər müharibələri də gördün mü başlanmasın, çıxırsan. Baxın, başladı deyirsə bu 643-dür. Ərəb Əmirliyinin mərkəzinin Bərdəyə köçürülməsi 705-dir. Bu da ondan əvvəlki hadisədir. Ərəblər Xəzərləri Azərbaycandan çıxardılar. Bəli, elə Hilat döyüşü nəticəsində bu proses baş verəcək və məntiqi arıcılıq tamamlanmış olacaq. Mehralilərin də hakimiyyətə son qoyması 705-ci ilə aiddir. Bu da ondan əvvəlki hadisədir. 41-ə baxaq. Xəritədə verilmiş dövlətlərin 19-cu 2-ci yarısı həm də xarici siyasətə aid uyğunluğu müəyyən edəcəyik. Xəritədə verilən dövlətlər deməli 1 İtaliyadır, 2 İngiltərədir, 4 Fransadır, 3 Osmanlıdır, 5 isə, yəni burada verilib qırmızı rənglə, deməli haradır? Rusiya ərazisidir. Baxırıq indi xüsusiyyətlərə. 3 və 4, yəni Osmanlı və Fransanın 2-ci Triyak müharibəsi deyib, əlaqəsi yoxdur. Yəni Osmanlı burada iştirak eləməyib. Krım müharibəsinin iştirakçısı olmuşdur 3 və 5, yəni Osmanlı və Rusiya. Bəli, cavab elə bu olacaq. Həm xarici siyasətdir, həm də 19-cu əsrin 2-ci yarısı, yəni 1853-1856-cı illərə aiddir bu müharibə. Sipahilər üsyanı yatırılmasında İtaliya olmayıb, İngiltərə var, amma İtaliya yoxdur. San Stefano sülhü Osmanlı ilə Rusiya arasında imzalanmışdır və burada da yenə İtaliya yanlışdır. Navarin döyüşündə isə İngiltərə və Osmanlı müttəfiq yox, əksinə İngiltərə bu döyüşdə Osmanlıya qarşı
vuruşmuşdur. Yəni müttəfiq söhbətə görə yanlış olacaq. Cavab odur B variantı. 42-yə baxırıq. Uyğunluğu gözlənilmişdir. Yəni doğru cavabı tapacağıq. Afərdə Willy Brandtın adı ilə bağlıdır şərq siyasətinin elan edilməsi və bu şərq siyasətinin ən vacib xüsusiyyətlərindən biri də ADL ilə dövlətlərarası münasibətlərin yaradılması olmuşdur. Burada isə pozulması yazıb. Deməli cavab ola bilməz. Watergate məsələsi 1974-cü ildə ABŞ prezidenti Richard deməli Nixon adı ilə bağlıdır. Burada isə nə yazılıb? Bəli, Harry Truman yazılıb. 58-ci il konstitusiyası ilə Fransada 5-ci respublika başlayır. Burada 4-cü respublika yazılıb. Birinci Rus seçim müharibəsi və Krımın ilhaqı 2014-cü ildədir. Birinci Rus seçim, birinci, ikinci Rus seçim müharibəsi 90-cı illər adlanan bir hadisədir. Yəni bu uyğunluğun gözlənilmədiyi cavabdır. Falkland böhranı bəli 1982-ci ildə baş verir və burada bunu sildim. Cavabımız bu olacaq. Deməli Böyük Britaniya, yəni Margaret Thatcher, Dəmir Lady nə eləmişdir? Qələbə qazanmışdır. Bəli. Cavab oldu E variantı. 43-ə baxacağıq. 43-də Teymurilərlə Böyük Monqol imperiyasının oxşar cəhəti soruşulur bizdən. Variantlara baxdıqda A variantı Dehli Sultanla müharibənin aparılması yazılıbdır ki, bəli, cavabımız da bu olacaq. Teymurilər 1300 Əmir Teymurun dövründədir. 14-cü əsrin 90-cı illəri, 1398-99. Böyük Monqol imperiyasında demək olar ki, yarandığı günlər ilə ildən daha doğrusu deyək, elə Əlaəddin Xələcin dövrünə qədər Dehli Sultanla müharibə aparmışdı. Monqolların hücumlarının qarşısını Əlaəddin Xələc ala bilmişdi, düzdürmü? Erkən orta əsrlərdə yaranması heç birinə aiddir. Paytaxtın Pekin olması Monqollara aiddir. Cəlaləddinlə müharibə Monqollara aiddir. Qızıl Ordu Toxtamışla müharibə və onlara məğlubiyyətə uğratılması Teymurilərə aiddir. Daha əvvəl baş vermişdir. Naxçıvanda Əlincə qalasının inşası 9-cu əsrdir. Naxçıvanda Yusif İbn Küçüyev türbəsi 11-ci əsrdir. Daha doğrusu 12-ci əsrdə 1162-ci il. Rəbi Rəşidi məhəlləsindəki ali mədrəsə təxminən 13-14-cü əsrdir. 13-14 əvvəli. Bakıda Şirvanşahlar Saray kompleksi 15-ci əsrdir. Təbrizdə Həştbeş Sarayza, bu da 1483-dür, bu da 15-ci əsrdir. Baxın, cavab olacaq, ən balacası hansıdır? 9-cu əsr. Cavab oldu A variantı. 45. Göyü Türk hökümdarı Muğan Xaqanla cədvəldə verilən hökümdarların oxşar cəhətini tapacağıq. Baxın, Muğan Xaqanla Böyük Karl arasında oxşar cəhəti mən oxuyan kimi ağlıma avtomatik olaraq avarlarla mübarizə gəlməlidir. Baxırıq, görürük ki, avarlara qarşı mübarizə varmı? Cavabları da var imiş. Haradaymış? Buradaymış. C variantında. Deməli, C mütləq cavablarda olmalıdır. Pirene yarımadasında Muğan olmayıb. Baxın, Muğanı buradan. Muğana görə bunu çıxardırıq. Yeni sülalənin əsasını qoyması heç birinə aiddir. İndi ikinciyə baxırıq. Çinlə mübarizə aparılması Muğanla Bilgə Xaqanın bəli, oxşar cəhətidir. Artıq cavabımız tapıldı. Paytaxtın dəyişdirilməsi heç birinə aiddir. Sasanilərlə sülh müqaviləsinin imzalanması da heç birinə aiddir. Aydındır mı? İndi orada Sogdiana vilayəti falan var. Bunu bəlkə də hardasa biraz sıxsaq Muğana aid edə bilər, amma Bilgə konkret aiddir. Yəni bu oxşar xüsusiyyət olmayacaq. Cavab oldu D variantı. Sonra 46-ya baxırıq. Hümmət təşkilatı, bu sadə sualdır. Hümmət təşkilatı 1904-cü ilə yaradılıb və əsas məqsədlərindən biri Azərbaycanlı fəhəllər arasında siyasi iş aparmaq olub. Aydındır mı? 46-da D olacaq. 47-yə baxdıq. 1938-ci ilin septembrində deməli Almaniya, İtaliya və Fransanın iştirakı ilə baxın, mətnlərdə həmişə bilirsiniz ki, ipuçları olur. Münhen konfransı keçirilir. Aydındır bu. Sakitləşdirmə siyasəti, şirinlikləndirmə siyasəti və s. və ilə axır Hitlerin qarşısını ala bilmirlər və Hitler gedir Çexoslovakiyanı işğal edir 1939-da, düzdürmü? İndi deyir ki, mətndə bəhs edilən prosesin nəticələridir. Gəlin baxaq. Hitler ilk dəfə almanların yaşamadığı bölgəni, bəli, Çexoslovakiyanı işğal etdi. Almaniya Millətlər Cəmiyyətinə çıxdı. Bu 39-cu illər əvvəlki hadisədir. Yəni həmin hadisənin nəticəsi ola bilməz, prosesin nəticəsi ola bilməz. 39-cu ildə artıq Versal deyə bir şey qalmamışdı. Yəni onu Hitler darmadağın eləmişdi 35-36-cı illərdəki hadisələrlə əlaqədar olaraq. Avropada müharibə ocağının alovlanmasına şərait elədi. Bəli. Cavab oldu C variantı. Baxın, əslində çətin görünən, amma sadə testlərdəndir. 48 də sadədir. 330-395-ci illərdə paytaxtın Vizanti olduğu dövlət, əlbəttə ki, Roma imperiyasıdır. Aydındır mı? 395-dən sonra parçalanacaq və Qərbi Şərqi Roma deyə ayrılacaq. Ondan sonra artıq Vizanti Şərqi Romanın paytaxtı olacaq. Amma 330-dan 395-ə qədər Roma imperiyasından söhbət getmiş olacaq. Aydındır mı? 49-cu sualımızda Azərbaycan torpaqlarının azad edilməsinə aid sxemi tamamlayan düzgün cavabı tapırız.
Deməli 1830 ilə Xəzər sahil torpaqları 2020 Ağdam, Kəlbəcər. Aha, biz bunları görək variantlar üzərində gedək, doğru cavabı tapaq. Döyüş olmadan işğaldan azad edilmişdir. Aha, baxın bu cavab ola bilər. Gəlin baxaq. Xəzər sahili vilayətləri Rusiyanın tərkibində idi bu dövrdə 1830-cu illərində. Və məsələn döyüş olmadan Rəşd müqaviləsi mən xatırlayıram ki, ərazilərimiz qaytarılıb və Gəncə müqaviləsini xatırlayıram, düzdürmü? Bəli. Ağdam, Kəlbəcər, Laçın rayon mərkəzlərində bəli. Bax bu hətta bu haqqında şablon bir ifadə də var ki, heç bir güllə atılmadan belə azad edilən ərazilərimiz, bunu İlham Əliyev çıxışında qeyd eləmişdi. Ağdam, Kəlbəcər, Laçın 10 noyabr 2020-ci il 10 noyabr kapitulyasiyasına əsasən bəyanatına əsasən geri qaytarılmışdır. Aha, cavabımız elə A variantı olacaq burada məncə. İstisnasız burada cavab A variantı olmalıdır. Cavab A çıxacaq, bəli. Yəni 100% əmin ola bilərsiniz buna. Qəşəng, maraqlı sualdır. Yəni xoşuma gəldi. Maraqlı sualdır. Maraqlı yanaşmadır. Əla. 50-yə baxaq. 50-də nə deyir? Atropatin hökmdarları Artabazan, Artabaz və Ariyovasda yeni dövlət əsasını qoyan atropatdır. Baxın, A-nı cavablardan biz çıxmalıyıq. Cavabımız tapıldı ki elə. Heç olmasa yəni bu qədər sadə eləməyin də, düzdürmü? Ən azı 2 variant qalsın. Selevkilərdə asılığı qəbul edən Artabazandır 223-cü ildə. Bu doğrudur. Artabaz Roma qoşulları üzrə qələbə qazanıb mı? Bəli, qazanıb. Eradan əvvəl 36-cı ildə Fransız döyüşündə. 3-ə də C qaldı. Atropatların sonuncu nümayəndə üzmüşdü. Bəli. Cavab oldu B variantı. 51-ə baxırıq. Göstərilənlərin aid olduğu ərazini xəritədə müəyyən ediniz. 3-cü milliyə aid şəhər xarabalıqları aşkar edilmişdi. İkinci yarısında ərazi vaxt edilmişdi. Aha, asan hesab. Bəli, burada söhbət, baxın, asan hesablamanı görək ki, mən artıq cavabı 100% tapmış oluram. Burada söhbət kimdən gedir? Hindilərdən gedir, düzdürmü? Burada məsələn Aşokanı biz yazacağıq. Burada da Harappanı yazacağıq, düzdürmü? Bəli. Cavab oldu Hindistan. Hindistan da bilirsiniz ki, Asiyada yerləşir və təxminən belə bir üçbucaqla biz bunu yadda saxlayırıq. Cavab olacaq D variantı. Hindistan. 52-yə baxacağıq. Azərbaycan Xalq Cümhuriyyətinə aid uyğunluğu müəyyən edir. Hadisə nəticə. Müəssisələr Məclisinin seçkilər haqqında əsaslanmanın qəbul edilməsi, bir palatalı sözü görürsən, bu cümləni çıxırsan. Bu variantı çıxırsan cavablardan. Həmçinin müəssisələr Məclisi haqqında əsaslanmada, yəni bizim mövcud dərsliklərimizin bu cümlənin özü yoxdur. Belə bir məlumat yoxdur. Mən rast gəlməmişəm. Hər halda yanlış cavabdır. 1919 noyabrında Tiflisdə saziş imzalanır. AXC və Gürcüstan respublikalarının Zəngəzuru görürsən, gördün mü? Bəli, o da çıxırsan. Zəngəzur ermənilərlə ərazi iddiaları falan irəli sürürdü. Yəni Gürcüstan adəti yoxdur ona. İkini də çıxırsan cavablardan. Cavab olur A variantı. Məktəbləri birləşdirməsi haqqında qərar, bəli, türk dili məcburi olmalıdır. Bu istisnasızdır. Gürcüstanla hərbi müdafiə paktı, Deniklə qarşı əməkdaşlar, bəli. Doğrudur. Yəni burada cavab A variantıdır. 53-ə baxırıq. Xəritədə ulduzla verilən şəhərin, diqqətli olursunuz deyə, 17-ci əsr tarixinə aiddir deyir. Deməli, ulduzla verilən şəhər haradır? Aha, deyir bura. İrəvan şəhər. Dəmirin yuxarısısa İrəvan şəhərində söhbət gedir. Cəlallərin ilk böyük çıxışı, bax burada Təbrizdə olub, 1591-ci ildə. Bu yanlışdır. Şah Abbas tərəfindən Osmanlı işğaldan azad edilib, bəli, bunu bayaqları qeyd etdik. Qəsrçilik sürüdə əsasən İrəvan bizdə qalıb, bəli, 1639-cu ildə bu 17-ci əsrdir. Səfəvi dövlətinin bəylərbəliklərindən birinin mərkəzi olması, bəli, Çıxuşlar bəylərbəyinin mərkəzidir İrəvan şəhəri. Stepan Razi isə Stepan Razi Volqa-Xəzər yolundan istifadə etməklə belə deyək, bu tərəflərdən gəlib. Bu tərəf çox aşağı düşdük. Yəni buradan gəlib. Dərbətdən təxminən bax bu ərazilər, Gilana qədər olan əraziləri qarət eləmişdi. O İrəvanla əlaqəsi yoxdur. Cavab oldu 2, 3, 4. 54-ə baxırıq. 1994-cü ildə keçirilən Budapeşt sammitində nə olmuşdur? Budapeşt sammitində Qarabağ münaqişəsini həll etmək üçün Minsk qrupunun həmsədrlər təsisatı yaradılmışdır. Bəli. Bu deməli doğrudur. Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkilməsi ilə bağlı saziş İstanbulda imzalanıb bu saziş uşaqlar. Bu 1999-cu ilə aiddir. Bu çıxırsa Azərbaycan Respublikası BMT-yə 92-ci ilin mart ayında qoşulub. Yəni bu təxminən Ayaz Bitəlimov falan dövrünə düşür. İsa Qəmbərzad falan. Yəni ümumiyyətlə hara düşür? Bu dövrə 94-ə aid deyil. ATƏT adı dəyişdirilərək bəli, ATƏT adlandırıldı. Doğrudur. Cavab olacaq 1 və 4. 55-ə baxırıq. Böyük Səlcuq imperiyası və Atabəylərin oxşar cəhəti. Ümumi cəhəti.
Daha. Şirvanşahlar asla salıb da bunu hamımız əzbərləmişik. Şirvanşahlar məsələn 1066-da Səlcuqlarda, tutaq ki 1160-da da Eldənizlərdə Asfiyətə düşüb. Şəmsəddin Eldənizi qeyd edə bilərik. Bu oxşardır. Gürcü qoşunlarının məğlubiyyətə uğradılması da oxşardır. Səlcuqlarda məsələn Alparslan dövrünü qeyd edə bilərik biz. Düzdürmü? Eldənizlərdə də, Atabəylərdə də Eldənizin özünü deyə bilərik, Məhəmməd Şahın pəhləvanı deyə bilərik. Erkən feodalizm dövründə yaranması Atabəylərə aid deyil. Slaviya yürüşləri bu da mesela Səlcuqlara aid deyil, Atabəylərə də aid deyil. Bəlkə hardasa Atabəylər götürmüyorlar, amma Səlcuqlara ümumiyyətlə aid deyil. Tiflis müsəlman əmirliyi ilə dostluq münasibətləri qurulması isə bu mesela Atabəylərə aid deyil. Çünki Tiflis müsəlman əmirliyi bilirsiniz ki 1122-də ləğv olunub, düzdürmü? Eldənizlər özü hələ 1136-da yaranıb. Yəni ondan sonraki hadisə necə dostluq əlaqəsi qura bilər ki? Cavab olacaq 1-2. Xronoloji ardıcılığı müəyyən ediniz. Fətəli xanın Meşkili ələ keçirməsi 1784-dür. Salyanın Qubalı xanlığına birləşdirilməsi 1757-dir. Ağa Məhəmməd xan Qacarın Tiflisi tutması 1795-dir. Urmiyalı Fətəli xan Əfşərin Qarabağ xanlığına hücum etməsi 1759-dur. Düzdürmü? Cavab olacaq deməli 2, 4, 1, 3. 2, 4, 1, 3. Bəli. 2, 4, 1, 3. 57-yə baxaq. Pyotr və Yekaterina'nın hakimiyyət dövrlərinə aid hadisələri uyğunlaşdıracağıq. Baxın, Pyotr 1682-dən 1725-ə qədər hakimiyyətdə olub. İkinci Yekaterina isə 1762-dən 1796-ya kimi hakimiyyətdə olub. Düzdürmü? Rəşd müqaviləsi 1732-də imzalanıb. Bu heç bir dövrdə aid deyil. Sibir xanlığı 16-cı əsrə aiddir. 1598-dədir. Bu da heç bir dövrdə aid deyil. Kiçik Qaydarca 1774-cü ildə imzalanmışdır və 2-ci Yekaterina dövrünə aiddir. Krımın ilhaq edilməsinə 1783-cü ilə aiddir. Bu da Yekaterina dövrünə düşür. Poltava döyüşünə 1709-cu ilə aiddir. Şimal müharibəsi gedişində baş vermişdir və Pyotr qələbə qazanmışdır. Deməli 1-ə E, 2-ə C və D oldu cavabımız. Artıq mətin suallarına, mənbə suallarına keçmiş oluruq. Deməli, mətni mən də birinci dəfə sizin kimi indi oxuyacağım uşaqlar. Yəni hal-hazırda isti-isti bu izahı sizin üçün çəkirəm mən. Ona görə biraz vaxt gedə bilər, fırlayarsınız bu hissəsini. Deməli, bu tarix sənədinin qəbul edilməsində sözlərin normalların İngiltərə tutmasına gedir. Baxın, tarixi sənəd deyir. Bizim bir ipucumuz elə bilirəm artıq məlumdur. Bu barədə taxtaz normal işğalda üzəksiniz artıq. 13-cü əsrin əvvəlləri 1200. Təxmini bildim söhbətdə də gedir. Bəli, sənədimizə bildim söhbətdə də gedir. Nədir? Deyir, 2-ci abzasda bəhs edilir. Baxın, 13-cü əsrin əvvəllərindən söhbət gedir. Deyir ki, 13-cü əsrin əvvəllərində Roma İmpapasının kralla münaqişə girməsinin səbəbi nə idi? Bu, əlbəttə ki, səbəblərindən birini yazın deyir. Mən yazacağam elə. Burada nə yaza bilərik? İngiltərə krallığı, çox sadə sualdır bu arada. İngiltərə krallığının kilsə işlərinə qarışması. Deyilməsi, qarışması. Bu 100% düzdürmü? 2-dən 59 nədir? Mənbədə bəhs edilən tarixi sənədin adını, Magna Carta deyirlər də buna uşaqlar. Böyük Azadlıqlar Xartiyası. Xartiyası. Nə zamandır? 1215'də. Bu parlamentin anası sayılır. Parlamentdə bunun övladı olacaq 1265-də. Sənədin mahiyyətini əks etdirən müddəalardan ikisini yazın. Əslində çox yazmaq olar. Ümumiyyətlə, bu sənəd bir növ belə deyək ki, iri feodalların hüquqlarını müdafiə eləmək məqsədi ilə də verilmiş bir, belə deyək ki, sənəd idi. Yəni, belə qısa məntiqlə desək. Məsələn, biz bura 1-ə yaza bilərik ki, nə yazmaq olar? Elə bunu yazaq. İri feodallara nə verildi? Geniş hüquqlar verildi. Baxın, bu bizim oldu biri. İkincisidə nə yaza bilərik? İkincisində məsələn yaza bilərik ki, bu şəhərlərin azadlıqları var idi ki, məsələn, şəhərlərin azadlıqlarının təsdiq edilməsi yazaq da, azadlıqlarının və yaxud da mövcud azadlıqlarının təsdiq edilməsi, baxın, yaza bilərik, təsdiq edilməsi. Hətta üçüncüsü də yaza bilərik. Üçüncüsü məsələn, nə yaza bilərik? Bax, iri feodallara geniş hüquqlar verirlər. Bu da əvəzində cəngavərlərə falan, şəhərlərə, azad kəndlərə məhdud hüquqlar verilir. Məsələn, bunu da yaza bilərsiniz və yaxud da şey də yaza bilərsiniz. Bu bütün azad adamlar
özbaşlarlıqda, yəni məmurların özbaşlarlığından, hədsiz cərimələrdən qorunmalı idilər. Məsələn, bax bunu da yaza bilərsiniz. Yəni elə yazaq bura. Bütün azad adamlar, elə qısa yazıram, özünüz bilirsiniz də, cərimələrdən və özbaşlarlıqlardan qorunmalı idilər. Düzdürmü? Qorunmalı idilər. Bax belə uşaqlar. Məncə elə də çətin sınaq deyildi. Yaxşı suallar da var idi təbii ki. Amma nəticələrinizi bizimlə bölüşərsiniz. Xoş izləmələr. Nəsə bir səhv olsa, yenə də uşaqlar yazın yorumlarda, biz onu düzəldərik. Uğurlar.